Astarada ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Ələt-Astara magistral yolunun rayonun Təngərü kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə Astara-Lənkəran marşrut xətti üzrə hərəkət edən Mercedes Sprinter markalı mikroavtobusun sürücüsü qəfildən idarə etməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dirəyə çırpılaraq aşıb. Qəza zamanı mikroavtobusda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 1996-cı il təvəllüdlü Əfsanə Babayeva və 1961-ci il təvəllüdlü Səyyarə Həsənova vəfat edib. Qəzaya düşənlər toya gedirlərmiş. Vəfat edən xanımlardan birinin toyu olan bəyin qardaşının həyat yoldaşı olduğu deyilir. Qeyd edək ki, yaralılar dərhal hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Bakıda yol nəqliyyat hadisəsi baş verib. Təcili tibbi yardım avtomobili ilə motosiklet toqquşub. Qəza nəticəsində motosikleti idarə edən şəxs hadisə yerində həyatını itirib. Ölən şəxs çatdırılma xidmətində çalışıb. Hadisə nəticəsində təcili tibbi yardım heyətinin 3 üzvü müxtəlif dərəcəli travmalarla kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb. Şəhər ərazisində bir-birinə bitişik 3 fərdi yaşayış evində yanğın başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 6 yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində 2 ev yanıb, alov 3-cü evə keçib. Yanğın söndürən tərəfindən həyata keçirilən tədbirlər sayəsində bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Azərbaycan Milli Xalça Muzeyinin kollektivinə ağır itki üz verib. Muzeyin Mədəniyyət və Təhsil şöbəsinin müdiri Aygün Abbasova yanvarın 1-i 57 yaşında vəfat edib. Qeyd edək ki, Aygün Abbasova muzey sahəsində peşəkar fəaliyyətinə görə 2017-ci ildə tərəqqi medalı ilə təltif edilib.